Hamilələrdə tromboemboliya riski və onun səbəblərindən danışacağam. Tromboemboliya nə deməkdir? Damar divarında olan laxtalanmış qanın damar divarından qoparaq, ağciyəri, beyni tutaraq həyati risklər əmələ gətirməsinə deyirik. Hamiləlikdə isə bu risk qat-qat yüksəlir. Bunun səbəbi doğuşlar zamanı qanamaları azaltmaq, onunla bərabər də tromboliya riski artmış olur. Bununla bərabər böyümüş uşaqlıq damar divarlarına baskı göstərərək bu riski biraz da artırır. Riskin özü doğuş sonrası və keysəriyyə sonrası bir həftə müddətində də yüksək olaraq qalır. Hamilə qadınlar, çoxdövrlü hamilələr, bundan öncəki hamiləlikdə tromboemboli riski olanlar, nəslində tromboemboli xəstəliklərə meyilli olan xanımlar, çox kilolu xanımlar, yaşı çox olan xanımlar və keysəriyyə ilə doğum etmiş xanımlar bu risk qrupuna daxildir. Xəstəlik özünü ayaqda olan qızarıqlıq, şişkinlik kimi göstərə bilər. Bundan əlavə bayılma, təngnəfəslik, öskürək və qanlı bəlğəmli öskürək şəklində də özünü büruzə verə bilir. Bunun qarşısını almaq məqsədi ilə xanımlara bol su içməyi, yürüyüş etməyi, sadə idman hərəkətləri etməyi, damar sıxıcı corablardan istifadə etməyi və həkiminizin yazdığı qan sulandırıcıdan daimi olaraq istifadə etməyi məsləhət görürük. Laxtalanma problemi hamiləlikdə yüksək riskli olmağına baxmayaraq, sadə tədbirlərlə bu riski aşağı sala bilirik.